Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstəyi üçün bir daha qardaş ölkələrə təşəkkür edib. Bu barədə dövlət başçısı X sosial şəbəkəsində paylaşım edib. Paylaşımda deyilir: Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstəyi üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Ortaq tarix və etnik köklərimiz, müştərək milli mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.